Azərbaycan Dövlət Neft Şirkəti və ABŞ-nin Honeywell şirkəti arasında enerji keçidinin sürətləndirilməsi müzakirə edilib. Bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf X sosial şəbəkəsindəki hesabında yazıb. Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı çərçivəsində Honeywell şirkətinin idarə heyətinin sədri və baş icraçı direktoru Vimal Kapur ilə səmərəli görüş keçirdik. Görüş zamanı qabaqcıl texnologiyaların, rəqəmsallaşmanın və innovasiyaların enerji keçidini sürətləndirmək və enerji dəyər zənciri boyunca səmərəliliyi artırmaqda oynadığı rol müzakirə olundu deyə Rövşən Nəcəf qeyd edib. Onun sözlərinə görə görüş həmçinin dayanıqlılıq, bərpa olunan enerji, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün imkan yaratdı.